Hardaya mökməli Qobu yolunda Kupçalı balkonlu. Yani Qoşa, Daş, hökməli Qobu yolunda Megastore'u keçdim. Biraz qabağa gəlsən bu yaşıl market tərəfə. Yəni görürsüz də normal keyfiyyətli tikilişi var, monolitli. Balkonda baxın. Burada da ayrıca əldamı kimi nə istəsən qoya bilərsən, artıq nə olsun. Sən nə qədər var. Tarqovı daşlardan düzəldib. Yəni 3 dənə idi, ikisi satılıb, biri qalıb. Yəni kim istəsə 600 kəmərli splaşno, sənədləri fərdi yaşayışın kupçasıdır. Qazı, işığı, suyu, mərkəzi kanalizasiya. Yəni burada yaşayış üçün hər şey mövcuddur. Burada 3 metrəlik plaşatkasıdır, balkonudur. Yəni normaldır. Panoraması da gözəldir, hündür yerdir. Yəni yer olaraq çox idealdır. Baxın, normal ölçülərdədir. Burada oturub çay çörək yemək, mənzərəsi də promo xırdalına baxır. Buradan gəldik. Bir dənə burada səliqəli mətbəxlidir. Yeri istifoldu, bura istifoldu, koridor istifoldu. Burada hamam sanuzeli, aksesuarlar qoyulub. Demək olar ki, son tamamlanma işləri gəlir. Laminat qapılar qalıb. Bu qəşəng səliqəli aboylardır. Görürsünüz, ölçülər yaxşıdır, qiyməti hamısından yaxşıdır. Burada da bir dənə qəşəng yataq otağı da ölçüsü çox yaxşıdır. Pəncərə aşatqalarına qədər qoyulub. Hazır evdir. Yəni alıb bundan sonra bu evə 1 manat pul qoymağı tələb eləmir. Qiyməti də yaxşıdır, normaldır qiyməti. Real gəlir Dyson yiyəsi ilə danışarsan. Yəni bu yiyəsi biz deyilik. Gəlib danışarsan inşallah. Buradan da gəldik. Buradan Buradan da gəldik. Bir dənə burada səliqəli zalıdır. Ölçüsü normaldır, panorama şəbəkə pəncərələrdir. Tam təmir, qiymət neçəyə? 75.000 manat deyil. Real gəlir Dyson özünü danışarsan, yəni yerinə görə, qiymətinə görə normal qiymətədir. Hər qiymətə əldə evlər var. Nə qiymət ev istəyir, evlərimiz var. Əlaqə saxlayın, yoluna qoyağım. Yəni görürsünüz, keyfiyyət baxımından çox keyfiyyətli evdir. Qiymət baxımından da normaldır. Yəni bugünkü satış qiymətlərdən normaldır.